Böyle Mən də xəstələndim. sadə trigonometrik təhlillər keçəcəyik böyle. Hə, ən qəşəng maraqlı dərslərdən. Elə sizə də Bəli, sadə versiyası düşəcək müəllimlər. Prosta onun bəli. şeylərini bilmək lazımdır. Mən də formulalarını bilmək lazımdır ki, nə Xüsusi zaman halların bilmək lazımdır, bir də düsturların tutarlı gibi. Ayso, bəli, düsturları biləndən sonra yerinə qoyub işləyirsən. Bir də axıra yaxın trigonometrik bərabərsizliklərə də baxarıq bir damcı da. Sizə düşə biləcək tiplərə. Vəbşu. Demək müəllimlər, hər birinin özünün ana, bala, dədə, bala düsturları var da. Yəni kökdən gələn düsturları var trigonometrik tənlikləri həll etmək üçün. Evet. Bunlara görə əzbər bilək. Ən çox da xüsusi hallara diqqət edin. Xüsusi hallarda məsələn sinusun 0, 1, -1 halı var. Kosinusun 0, 1, -1 halı var. Yazıq tangens, katangens, yetimsə orada cəz durubdur. Yəni onlar üçün elə də problem yoxdur. Hələ sizlə limitə gəlməmişəm, eləmi? Trigonometrik tənlikdəyəm. Amma günlər Sadə Cəmaləddin Gül müəllimcinin axşam qrupu var ya, onlar ucu şeydədirlər. Limitdəyik də, yadınıza gəlirsə. Gəlməm, limitation. O qrup ucu bax martın 22-də bitirəcək proqramı. O qrupla ucu təkrara gələrsiz edə belə. Müəllimə, biz de onlarla bərabərikdə, biz de onlarla öyrəndik, indi də gedirik. Laf bizə yaxşı. Bəs nə gün orta qrupunuzla da gəlirsiniz, axşam Amma mən çıxartlı qrupda ben Ələsgər xalatı göndərəcəm. Yaxşı yadıma saldı, çıxardacağım sizi. Mən hər birinin öz formulası var. Mən sizə belə bir şey deyim. Məsələn, yazılır, ən sadələrini deyirəm də. Sinus x bərabər, valla sizə sadələr düşəcək. Gedin toplu və cüvən 9 ili işləyin. Məsələn, 2-də 1. Mənlə siz bilməlisiniz ki, sinus 2-də 1-i harda alır? Deyəcəksiniz ki, Arzu müəllimə, sinus 2-də 1-i yəni alır 30 dərəcədən. 30 dərəcədən. Qoy görün bu kimi səslər. Hə. Deməli 30 dərəcədə alır müəllimlər. Və biz nəyə diqqət edəcəyik? Hər birinin öz formulası var. Məsəl üçün müəllimlər, necə ki evdə aş bişirirsiniz, aşın öz menyusu var. Nə bilim, kebabın öz menyusu var. Bu trigonometrik tənliklərin də öz hərəsinin öz menyusu var. Həmin menyuya görə x bərabərdir sinusdan danışıram. -1 üstündə k arc sinus nədir? Tərs trigonometrik funksiyada alfa üstə gələk pi k-dır. Düzdür müəllimlər? Buradan da siz məsələn bir misal yazaq. Sinus x bərabərdir 2-də 1. Sinus x 2-də 1-i harda alır ay gözəl insanlar? Alır şeydə 30 dərəcədə. Yəni -1 üstündə bax öz formulasını yazıram. K elə müəllimlər pi bölək 6 üstə gələk pi k. Pi k onun dövrüdür və burada da k daxildir z-ə. Anlaşıldı müəllimlər? Yes? İndi birini mən yazıram, birini siz yazın. Bəlkə bundan sonra öz izah üsulumuzu dəyişək. Birini mən yazım, birini siz yazın. Dərsi başa düşək, keçək sonra o birlərə, hə? Nətər fikirdir? Məsələn, bir dənə izah elədim elə mən. İndi siz yazın, görün başa düşdünüzmü? Sonra keçim o bir izaha. Hə, müəllimlər? Bəli, bəli. İndi bunu yazın. Bəli, Bəli, olar, yaşlı adamlardır, laf gözəl olar. Hə, super. Ay müəllim, o günləri söz vermişəm müəllimlərə 8 mart hədiyyəsi olaraq. Daha sürətli danışmıram. Fikir verirsiniz? Qazmıram. Bana da söz vermişsən. Yox, bütün müəllimlərə dedilər ki, bəs bayram hədiyyəsi. Daha bir sürətli danışma dedim, все, bundan sonra. Bəli, yavaş-yavaş danış. Sürətlə get. Все. Həmən bir eləyin görək. Bunun öz menyusunu yazın görün. -1 k pi bölü 4 Ay, sağ ol. Başa düşdünüz düzdür? Bəli. Pi bölü 4 45 dərəcədə alır. Dövrü nədir? Pi k. O da k da daxildir nəyə? Müəllimə z-ə. Aydın oldu? Hə. Ay, sağ ol. Sonra bax, indi bir damcı başqasını verəcəm. Bunu başa düşək. Sonra gedək o birinə. Məsələn, gözəl insanlar. Deməli yazıram sinus x. Bir məfsini də öyrədəcəm, tam başa düşün. Sinus x. Birinci sinusu öyrənək tam. Sonra gedək kosinusu tam öyrənək. Sonra tangens, kotangens. Razısınız? Sinusu tam öyrənək. Bax, məsələn,
Aysə, birini öyrənək, sonra gedək öbürünə. Sinus 3x bərabərdir. Məsələn, mənbə kök altda 3 bölü 2. Narahat olmayın. Yazacaqsınız yenə 3x bərabərdir. Eləmi? Bizim formulamız nə idi? Yeməyimizin menyusu nə idi? -1 üstündə k arc sinus alfa. Düzdürmü müəllimə? Üstə gəlsin pi k-ya. İndi müəllimə kök altda 3 bölü 2-ni harda alır bu yetim? Alır pi bölünsün 60 dərəcə. Üstə gələk pi k. Elə müəllimlər? Amma biz bilirik ki, tənlik həll edəndə x bərabərdir nəsə alırıq. Bəli, bəli, canım gözüm. Burada 3-ə bölür. Yəni o 3 sizi çaşdırmasın. Yaxşı? Pi böl -1 üstündə k, pi böl 9, üstə gələk pi k böl 3-ə. Aydın oldu? Bəli. Əhsən. İndi bir dənə də siz işləyin. Tam başa düşək. Tam başa düşək. Axşam ama gecə 12 yarısı canlı yayım eləyəyin ha müəllimlər. Canlı yayım eləyək. Olar. Hə, işte. Günümüzü uzatmayaq da. Yazın ora. Sinus 5x bərabərdir. Məsələn, sinus birazcık burada məntiq işlədəcəksiniz. 45 dərəcəyə. Haydi bakalım tənliyimizi həll edin görün. Cavabın deyim. Yox müəllim, hələ deməyim. Deyim. Qoy. Oldu. Gəlsin. Elədik. Yazdıq müəllim. Yazdıq. Deməli müəllimlər 5x bərabərdir. Sinus 45 dərəcə nə verir bizə? Kök altda 2 bölü 2. Elə biz sizi bir daha burada əziyyətə saldım da özünüz görməliydiniz. Yaxşı? Ana düstur nədir? -1 üstündə k. Kök altda 2 bölü 2-ni harda alır? Pi bölü 4-də. Üstə gəl pi k. K da daxil edəcəkdə, day onu yazmadım da, yerimi satmadım. X bərabərdir. Baxın müəllimlər, hər tərəfi 5-ə böldüm elə. 20. Düzdür mü müəllimlər? Pi k bölü 5. Yes? 5. Bəli, elə yazmış. Ay sağ olun, əlasısınız. İndi gəlin bunun mənfi olan yerinə baxaq. Bax, diqqətli olun. Biz dedik ki, ana düsturumuz, məsələn, x bərabərdir, -1 üstündə k, arc sinus alfa, düzdür müəllimlər? Üstə gəlsin pi k. Və k da daxildir zətə. Gözəl insanlar, bəs burada ola bilər ki, mənfi ilə verər də, məsələn, tutalım ki, verər ki, sinus x bərabərdir -2-1. Siz bilirsiniz ki, sinus tək funksiyadır. X bərabər. Bu dəfə ana düsturun burada mənfi olduğuna görə müəllimlər, ana düsturda k-nın üstə 1 gəlirsiniz. Yaxşı? Mənfi görəndə ana düsturda k-nın üstə 1 gəlirsiniz, normal başlayırsınız həll eləməyə. Pi bölü 6 üstə gəl pi k. Anlaşıldı müəllimlər? Əla. Bəli. Yaz. Orada da 8 mart. Bəli, 8 martdan sonra asta danışırsınız. Hə, bəs nə? Özə demişəm, Görəmsə müəllimlər, mən üzrlü sayına dərs keçəndə arada yemək yeyəcəm, deyim niyə? Enerjim gedir, ay müəllimlər, çökürəm, şu əsəb gəlir adama. Yemək yeyəcəm ki, enerjim olsun. Allah'ın da olsun. Valla, bəzən müəllimlər mənə Yeyin, uşaqlar. Allah müəllimlər mənə deyirlər ki, ay müəllimə, elə bir nəsə yeyirsən, amma Allah'ın da olsun fikir verirəm ki, atsuz dərs keçəndə həm əsəbi oluram, həm gərgin oluram. Ona görə mənim üzrlü sayım, mən yeyib içə-içə dərsimi keçim ki, sizə də düzən mən də dərs keçim. Şərait onu tələb edir. Qızım, şəraitimiz onsuz da elədi. Şündə ol. Hə, müəllim, bax, neçə dəfədir baxıram ki, atsuz olanda elə bir sizi də it kimi qarpıram. Yaşayasınız.
Həqiqətən elədir müəllimlər. Sizlə də başlayıram dalaşmağa. Müəllimlər, bunu yazaq indi. Bax burada mənfi var ha. Bunu necə? Yenə də bax bayaqki kimidir. Prosta mənfi var. Ana düsturun üstünə bir gələcəyiz. Yaxşı? Haydi bakalım. Buraya bunu geri qaytarım. Hə, все. İninci onu. Bəli. Mənfi buldum. Bax, 3x bərabərdir. Mənfi 1 üstündə sinusdan danışıraq. K, mənlər mənfi olduğuna görə üstə gəlir 1, elə. Kökatda 3 böl 2-ni harda alır? 60 dərəcədə. P böl 3-də. Elə. Üstə gəlir pi k. Mənlər ana düsturu yazdıq. Sadəcə indi burada 3 var axı. 3-ə bölək hər tərəfi. Mənfi 1 üstündə k plus 1, pi böl 9, üstə gəl pi k böl 3-ə. Aydındır? So, elation? Bəli, müəllim elə yaz. Ay sağ ol, yaxşı, əla. Hələ görün Novruz bayramında vapşe sizə hədiyyə eləyəcəm, vapşe süper izah eləyəcəm. Qoy bayramlar gəlsin. Deməli, müəllimlər, bax, sonra bir də var sinusun özəl durumları. Yazın ora, özəl durum. Türklər demiş. Özəl durumda ana düsturu unudacaq müəllimlər. Özəl durum, ana düsturu unut. Yaxşı? Unut. Məsələn, müəllimlər, sinus x-in 0 halı var. Sinus x bərabərdir 0 olanda, sinus 0-ı harda alır gözəl insanlar? 0-da. Pi'de. Pi. Yox, 0-da. 0-da alır. Sinus 0-da. Burada pi. Pi üstə gəlsin xal. 0 üstə Yüz gəl pi. pi k. Yadınızda saxlayın. Sinus x 0 olanda nə olacaq? X bərabərdir pi k. Yaxşı? Da ana düstur. O biri yada düşməyəcək. Özəl durumlar hansılarda olur? Yadınızda saxlayırsınız. 0-da, 1-də, bir də mənfi 1-də. Yaxşı? İndi bunları deyirəm. 0-ın durumunu qeyd elədik. İndi gəlin nümunə işləyək də müəllimlər. Yaxşı? Başladıq? Bax, özəl durumlarda 0, 1, mənfi 1-də ana düstur unudulur. Bayaqdan ana düsturla işlədikdə tam qəşəng başa düşdünüz. Amma bunda eləməyəcəyini. Dövrü də 2 pika olur da müəllimə. Yox müəllimə, dövrü pika olur. 2 pika bilirsiniz nə vaxt olur? 1-də. 1-də olacaq. Bir də Mənfi 1 və müsbət 1-də. Aysa, pik, 2 pika olacaq. O da niyə indi başa salacağım sizə? Dedim. Deməli, sinus 0-ı hər elə bir şey 90 perioddan 1 alır. O niyə pika yazılır bilirsiniz? Hər 90 perioddan 1 sinus 0 alır. Sinus 1 0-da alır 90-ı, düzdür? 0-da alır. 90 ötürürsən, bir də 180-də alır. 180. Düzdür? 0-ı 180-də alır. Sonra 90 ötürürsən, belə deyə, belə başa düşmək olar. Amma əslində yadda saxlaya bilərsiniz. Belə yadda saxlayın, bunu özünüzü yormayın. Hər 180 perioddan 1, 90 yox, üzr istəyirəm. Hər 180 perioddan 1 sinus 0 alır. Ona görə də onun dövrü pika olur. Baxın, 0-da 0 aldı elə, bir də 180-də 0 alır. Bir də 360-da 0 alır. Ona görə də dövrü pikadır. Başa düşürsünüz bu məni? Məsələn, müəllimlər, qoy indi buna bir iki dənə nümunə izah edeyim. Kim yadından çıxardırsa, yadına saxlasın ki, sinus 0-ı neçə dövrdən 1 alır? 180, 180, 180. Deməli, pika oradan gəlir. Yaxşı. İndi məsəl üçün nümunə işləyək. Sinus 5x bərabərdir sinus 0-a. Siz də bilirsiniz ki, sinus 0-da nə alır? 0 alır da. Yazıram 5x bərabər. Burada ana düstur yoxdur ya. Çünki özəl durum. Pika. X bərabərdir. Pika bölək 5-ə və k da daxildir z-ə. Belə yazırsınız. Yaxşı? Yes?
İndi gəlin sizə mən misal verim, özünüz işləyin. Yaxşı? Belə daha yaxşı. Az eybi yox ay müəllimə. Bu gün biz testdən 10 dənə sual işləyək. Uzatı dərsi başa düşürsüz. Yaxşı? Məsələn, Bəli. Belə Həqiqətən yaxşıdır. oldu. Bəs nə? Testi qatıq, hə, gəlin durun işləyin. O da yaxşı idi. Pis deyildi, amma belə də var da. Məsələn, mən sizin üçün bir dənə bilgi işlədəcəm. Sinus 70 bərabərdir kosinus 20. Hesablayın görün bunu. Diqqətli olun. Əslində bir dənə fırıldaq işlətdim orada. Mən yazdım. Mən də yazmışam. Əlaçı. Mənlə, baxın. Gözəl insanlar. Bax, burada bir taktikamız olmalıdır. İndi axşam görün sizə naturaldan nə qədər taktikalar deyəcəm. Həyat deyil, qəşəng dərs olacaq. Sinus 70 mənim. Super dərs olacaq mənim. Axşam 12-ni yarısı eləyəyin. Kosinus 20. Gördünüz mü? Mən sinus 70, kosinus 20-dir də 90-dan çıxırsan. Kosinus 20-ni sağa tullayanda, kosinus 20-dən, kosinus 20 çıxanda 0 eləyir mi ay mənlər? Vermem. Pika. Ay, sağ olun. Özəl durum. Mənlər 4x bərabər. Sinus 0-ı harda alır? Hər 180 dövrdən 1, ona görə də pikadır. Yaxşı? X də bərabərdir, gözəl insanlar. Pika böl 4-ə. Yaxşı? Bəli. K da daxildir. Yaz. Bəli. İndi gedək sinusun bir halını öyrənəyin. Bir halını. Ay Şahmar müəllim, bir şey soruşum. Yadınıza gəlmir, o trigonometrik təmin eləyəndə 2 dənə kök alırdıq bəzən. Vurma olanda deyəsən şeyi götürürdük elə. Ək olur. Vurmada əbob idi, toplamada əbob idi elə. Elə götürürdük elə. Bəli. Hə, Bəli. onu da qəşəng rahat yolunu araşdırarıq. Əlbəttə düzü mən çox sevmirəm. Nümunələrlə adam daha yaxşı anlar. İndi gəlin sinusun bir halına baxaq. Sinus x bərabərdir 1 olanda mənlər. X bərabər. Sinus 1-i harda alır? Pi böl 2-də. Pi böl 2. Sinus 1-i hər neçə dövrdən 1 alır? Sinus 1-i alır şeydən, bizə dəqiqə. 90-dan. 270-də alır da belə. Yox, sinus x-i qoy görə neçə dövrdən 1 alır mənlər? 2 pi-də 90 değil mi? Qoy bir də araşdıraq, qoy görə etməmi. 90-dan 1 alır da, düzdür? Yəni. Bəli. 90-dan 90. Yox, o biri 90-da 180-də almır axı müəllim. 180-də almır da müəllim, 270-də alır. Bu mənfi bir ayrı da. Yox, müsbət birdən danışıram. Dayanın, bir dəqiqə dayanın. Qoy bunu da yadda saxlayaq. Ən qəşəng onu necə yadda saxlaya bilərik. Əslində mən bilirəm, əzbərə 2 pikadır. Prosta sizin yadınızda qalsın deyə nə edə bilərəm? Bircə saniyə. 2 pi hər 360 dövrdən 1. Bəli müəllim. Bax. Bəli mən. Bir dənə 90-da alır da müsbət 1-i. Başqa yerdə sinus müsbət 1 almır axı. Hər elə bil ki 360 dövrdən 1, elə bil hər fırlanır 90-a bir də qaydanda bir də 1 alır. 90-a bir də qaydanda bir də 1 alır. Düzdür? Ona görə 2 pika alır da bəli. Bəli, ona görə 2 pikadır. Başa düşdünüzmü? Məsəl üçün bayaq biz dedik ki, sinus x bərabərdir 0 olanda x bərabərdir pika. Niyə pikadır? Çünki sinus 0-ı hər 180-dən 1 alır. Baxın, birini 0 dərəcədə alır. Birini 180 dərəcədə alır. Birini də neçədə alır müəllim? Şeydə. 360-da. Yalan mı deyirəm? Arzu müəllim. Müəllim, burada belə demək olar ki, yəni 360 dərəcədən 1 alır. Üstünə çipikadır. Hər 360 dərəcədən 1 alır. Başa düşdünüzmü? Ona görə çipikadır. Əgər kimin yadında... Bəli, elə yadda saxlaya bilər. Buyurun müəllim. Arzu müəllim, bir sual verə bilərəm. Yaxşı yadda qalır. Bəli, müəllim, buyurun.
Mənfini də pi bölsün 2-də alır da, düzdür? Bir Mənfi dənə bölü 2-də. İndi gözləyində Hə, savab. demək onda tərsinə dövr eləyir o, yoxsa Belə də mənə fırlanır Sahada- gəlir, sağ dəqrəbi. Fırlanır gəlir, fırlanır əksinə gəlir. də? Bəli, Mənfi, mənfi əksinə. Mənfi də əksinə. Bəli, İndi qulaq asın. bəli, bəli. Bu il buna uyğun bir iki dənə bitkili tapşırıq vereyim. Öyrənin, sonra Bəli. tapşırıq verin. Yaxşı? Tam dövrdü 360 dərəcə. Sonrasını yavaş-yavaş nümunələrdə o birlərdə izah edəcəm, yaxşımı? Deməli mənlər, məsələn, sinus 8x bərabərdir 1-ə. İndi özünüz eləyin görün. Aha. 8x bərabər 2 bölünsün 2. Birin dövrü hər Çipi, gün nə vaxtdan bir bəli. alır? Özünüz fikirləşin. Yəni əgər çi pika dövrlərində çaşırsınızsa deyirəm ha, yəni Cavabını deyə bilərəm, yoxsa? yox mən Demin- 10 saniyə gözün qoyun o birlərdə yazsın. Bəli. Hazırdılar. Mən də yazmışam. Mən də Hazırdım. Yo, mən belə öyrənməyi sevmədim. Buna da tez cavab Niyə? verirsiniz. Yeməğimi Gec cavab, yeyirəm burada. gec cavab verək. Yox, ay mənim, yaxşıdır, maşallah olsun. Yaşlı müəllimləriniz fəxridir də tez götürün. Maşallah, yaxşı götürürdünüz də bu dəfə. Bir bölü 2, mənlər. Düzdür? Hər biri neçədən alır? 2 pikada, düzdür? Hər 2 pi dövrdən bir. bir tam dövrdü. Bəli. Hər 360-dan bir, hər 360-dan bir. Düzdür? Bəli. Burada da 8-ə bölürsən, 16, üstə gəl, pika böl 4. Yaz, mənlər. Gördünüz? Bəli. Bəli, eləmişdik. Bəli, eləmişdik. Bizim bir müəllim vardı, o başa düşməyən müəllim. Deyirdi, müəllim yavaş-yavaş deyir. Deyəsən o bizim qrupda deyil. Oo, deyəsən Aygün müəllimədir. Yox, o müəllimin adı nə idi? Yoxdur deyəsən. Buyurun Özü buraya. ləhcəsi də. Eşidir müəllim. Ondan sonra... Ay, Müəllimə başa düşsün. Bəli. Hayır. Bunları bəli. Nəsə demədiniz bir də yaz yavaş denə. Müəllim bir dəfə keçmişik də bunları keçdiniz. Ona görə yaxşıyam bunlarda. bizdən keçmisiniz də bunları. Hə, bu dəfələrlə keçmək yaxşı bir şeydir əslində. Siz bizim qrupda deyilsiniz də, o yəqin oxtiyabr qrupunda. Yəqin. Oktyabr. Yaxşı. Mən Ləhcəsi də yaxşı. indi baxın. Bax sinus x bərabərdir -1. Bunun üçün yazaq. Sinus -1-i harda alır? -pi bölü 2-də. Elə. Amma kosinus da bilirsiniz də, mənfi alanda pi-dən çıxırlar. Arx kosinusun qaydasıdır o. Üstə gəlsin. Yox. -1-i harda alacaq bu yetim? Hər 360-dan 1. Qoy baxım. Hər sinus deməli alır -1-i neçə dərəcədə mənlər? Yox, bizə dəqiqə deyim də, sizə 90-da 1 alır, 180-də 270, düzdür? Hər 270-də alır. Deməli bu yetim fırlanır. Bir tam dövr vuranda təzədən gəlir 270-ə, təzədən gəlir 270-ə ki, bu -1 alsın. Bəli, deməli hər bir tam dövr neçə dərəcədir? 360 dərəcə dövr. Deməli 2 pikadan 1. Razılaşdınız mənimlə? Yes, mənimlə? Bəli. Yes. Sən nə danışmısınız ay müəllimlər? Arzu müəllimə xodunu alıb. Yazın görək. Məsələn, Yaxşıdır müəllimə. görürsən 8 mart düşüb sizə. Sinus məsələn 6x bərabərdir -1-ə. İndi özünüz eləyin bunu. Sonra keçəcəm sizə kosinus öyrətməyə. Kosinusu da öyrənsiniz, tangens yazıq çağırdı. Tez öyrənə bilərsiniz bunu. Qurtardıq. Bitti. Oynamıram mən belə şey olar. Tez ediniz. Yarışmaqla. 6x bərabərdir. Deməli mənlər, sinus -1-i harda alır? -pi bölü 2-də. Hər 360-dan 1 alır da bu yetim. Yazıram dövrü 2 pikadır. Dərk eləyən işləyin, görün nə qəşəng olacaq. X də bərabərdir. Hər tərəfi 2-yə bölürük. -pi bölü 2 böldüm 12. Üstə gələk pika böl 6. Yes, müəllimlər. Başa düşdünüz?
Səlmən. Aysan. Üçte Ben bir iki tane altıya böldüm, pi olmadı. Pi bölüsü üçtü o. Ya Pi görüm bölüsü kaç? üçtü. Üçtü. Yaxşı da yaxşı öldürməyim mən. Hər sən üç. Ben beni güzel geçer. Hə, əla oldu. Mən də başqa müəllimlər var, səhv eləyəndə. Özüm qəsdən səhv yazdım. Bağırsan ki, bilmir ha. Deyib özüm qəsdən səhv. Müəllimlər, indi gəlin mən sizə koşu. Sinus öyrəndik elə, sinusu xoşbəxt elədik. Bəli, Bəli. əla. Bəli. Allah xeyir versin. Amin. Amin. Deməli, müəllimlər, indi başlayırıq kosa. Hələ kosun yetimin öz menüsünü öyrənək. Görək kosun bozbaşında nələr var. Kosda x bərabərdir plus minus yazmalısınız ha. Arc kosinus alfa bu yetimin dövrü çipikadır. Bu bunun öz menüsudur. Başa düşdünüz? Məsələn, sinusun qazanında var idi. X bərabərdir -1 üstündə k. Arc sinus alfa üstə gəlsin pi k idi. Bunda çipikadır. İndi məsələn nümunə işləyirəm. Tutalım kosinus x bərabərdir 2-də 1. Kosinus 2-də 1-i alır 60 dərəcədə. Plus minus 60 dərəcə pi bölü 3 Pi bölüsü üç. üstə gəl çipika. Yes. Tamam. Okay. Aysa. Şey, İndi gəlin görün bunun özünüz eləyin. iyi olsun. Öyrənirsiniz ha? Xala qızı, Mən- yaxşı gedir. Mənfisində də çıxılmıyor. Kosinus 5x bərabərdir kök altda 2 bölü 2. İndi bunu yazın görün. Mehpara müəllimənin səsi çıxmır. Mehpara müəllimə. Bəli, bəli qızım istəyirəm. Yaxşıdır vəziyyət. Yaxşıdır, yaxşıdır ürəyim, yaxşıdır. Hə, əla. İşləyin. Ben yazdım. Mən də yazdım. Hazır. Mən də yazmışam. Baxaq indi. Bax müəllimlər. Yenə öz ana düsturu, maşallah olsun sizə. Ana düsturumuzu yazıram. 5x bərabərdir plus minus. Qoysunuz köşətdəki bölü 2-ni harda alır? Pi bölü 4-də. 45'te. Hədə 45-də. Üstə gəlsin, dövr nədir? Çipika. Bu yetimin dövrü çipikadır. Hər tərəfi də 5-ə böləcəksiniz. Plus minus pi böl 20 elə üstə gəl çipika böl 5. Anlaşıldı mı müəllimlər? Yes, müəllimlər. Bəli. Aysa, eşəksiniz. İndi, ay gözəl insanlar, gəlin kosinusun mənfi halını da öyrənək də. Məsələn, deyirəm ki, kosinus x bərabərdir -2-də 1. Siz bilirsiniz də kosinusda biz təsvir geometrikdə də keçmişdik ya. Mənfi alanda pi-dən çıxırlar. Bax, bunu unutmayın. Kosinus 2-də 1-i alır 60 dərəcədə. Pi bölü çıxılsın pi bölü 3. O da neçə edir? 3-də 2 pi. Elə. Yenə də ana düsturumuz yada düşür. Plus minus 3-də 2 pi üstə gəlsin çipika. Razılaşdınız müəllimlər? Bəli. İndi nümunə verəcəm. Nümunəyə baxın. Məsələn, yazaq. Tutalım. Kosinus 8x bunu tapın görün. Diqqətli olun. Kosinusu da möhtəşəm öyrənsəz, əlaçısınız. Bəsdir müəllimə, dəstəkdə atmışam qrupa. Bəsdir müəllimə gəlib. Ben hazır. Ben tutardım. Bəsdir müəllimə gəlibmi dərsə? Deyəsən gəlməyib. Qoy görüm hardadır. Ben tapdım. Qoy bir dəqiqə bu müəlliməni tapım.